Bugün Berlində Azərbaycan Mədəniyyət Mərkəzində Ulu Öndərimiz Heydər Əliyevin doğum günü münasibətilə səfirliyimiz tədbir təşkil elədi və burada Almaniya hökumətinin, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri, müxtəlif ölkələrin səfirləri və Almaniya ictimaiyyətinin təmsilçiləri, nümayəndələri, eyni zamanda Azərbaycan icmasının digər dost icmalarında üzvləri iştirak elədilər. Bu tədbir əlbəttə ki, böyük məna daşıyır. Biz Ulu Öndərin Azərbaycan xalqı qarşısında, Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlər barədə danışdıq. Həqiqətən də Azərbaycan tarixinin ən keşməkeşli dövründə Azərbaycan dövlətçiliyinin böyük təhlükədə olduğu bir dövrdə Heydər Əliyev hakimiyyətə qayıtdı və öz çox məqsədyönlü, hərtərəfli düşünülmüş siyasəti nəticəsində Azərbaycan yenidən bir növ ayağa durdu, öz müstəqilliyini gücləndirdi və bugünkü Azərbaycanın inkişafının əsası qoyuldu. Azərbaycanı tarixində bəlkə də ən güclü dövrdə yaşadığını, olduğunu görmək və bütün dünyada öz mövqelərini gücləndirməsi, hörmətinin hər yerdə artması, bu əlbəttə hamımızı sevindirir və buna görə də çox rahatlıqla deyirik ki, bugün bizim Ulu Öndərin ruhu şaddır. Allah rəhmət eləsin və Azərbaycan xalqı, Azərbaycan durduqca Heydər Əliyev də yaşayacaq, o həmişə bizim qəlblərimizdədir.